İşğaldan azad olunan ərazilərdə əzəli torpaqlarına qayıdan vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədi ilə tədbirlər davam etdirilir. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti səyyar asan xidmət Xankəndi şəhərində təşkil edilib. 23 iyul tarixinədək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər. Bugünədək səyyar asan xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar. Vəsiqələrin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, əmlak xidmətləri, vətəndaşlı vəziyyət aktlarının dövlət qeydiyyatı xidməti və sair xidmətlərə müraciət edə bilərlər. İndiyədək işğaldan azad olunmuş ərazilərdə Zəngilanın Ağalı kəndində, Cəbrayıl rayonunda, Tərtərin Talış kəndində 1200-dən çox vətəndaşımıza səyyar formada xidmət təşkil etmişdir. Ümumiyyətlə isə səyyar asan xidmət avtobusu vasitəsindən bugünədək 3 milyon 380 mindən çox vətəndaşa səyyar xidmət təşkil edilmişdir. Vəsiqəmin vaxtı bitmişdi, onu dəyişmək üçün gəlmişəm. Bərdə rayon sakiniyəm, Bərdə rayonundan gəlmişik. Yoldaşımın işi ilə ələ gəlib buradayıq, burada qalırıq. Bəli, Bərdəyə getmədən çox asan şükür gəldi. Elə bizim də işimiz rahat oldu. Burada vəsiqələri rahat dəyişəcək. İnşallah getməyə ehtiyac deyil artıq. Neçə vaxt idi ki, gedə bilmirdim iş ilə bağlı. Ona görə gəldim, vəsiqəmi təqdim elədim. Yəni, mənim ürəyimcədir, yəni çox gözəl.